bu torpaqları bize öz siyasetiyle alıp bəxş edən Azərbaycanımızın əvəz olunmaz prezidenti burada duran bütün sakinlerinin dedikleri sözlerin hiç olmasa bir neçesini eşidecek ve bizim kendimiz yeniden onun sayesinde yerinde kurulacak ve bu cemaat yerine kaydacak ve bir daha bura gelen nesiller için ancak bir müze kimi saklanılsın. Ben xahiş ediyordum devlet organlarından, bizi eşidenlerden sesimize ses versinler. Devletimizi, devletçiliğimizi biz destekleyirik. Abdülcülahlı cemaati olarak hemşe devletimizin yanındayıq, yanda da olarak kalacağıq. Ancak böyle vandalizme yol vermek hiçbir Azerbaycanlımıza yaraşan iş değil. Abdülcülahlı kəndlərinin bir sakini kimi, eyni zamanda bir həkim kimi bütün aidiyyatı kurumlara müraciət edib, xahiş edirəm ki, yəni Külahlı kəndinin simvolu olan bu Məşədi Abbas qayasında ermənilərin başladığı bu daş karxanaya son qoyulsun. Şəhidlərin qanı tökülmüş bu yerdə daş karxanası heç sürə qəbul edilməzdir. Bütün aidiyyatı kurumlardan çox xahiş edirik, bütün kənd cəmaatı adından. Yəni bu işə son qoyulsun. Nədən ki, Azərbaycanın çox sayılı yerlərində daş karxanası açmaq üçün yerlər var. Abdülcülahlı'nın gözəl yerin, yəni daş karxanası edib, Allah'ın yarattığı bu təbii ekoloji vəziyyəti bozmaq doğru deyil. Bu ilk növbədə şəhidlərin ruhuna hörmətsizlikdir. Nədən ki, bu yerlərə çox sayılı şəhidlərin qanı tökülür. Burada daş karxanası yol verilməz inşallah. Erməni vandalizmindən qalan bir dırnaq arası mənfi yadigar kimi saxlayaq və müəyyən qədər də burada bir işlər aparılsın və bir abidə kimi biz erməni vandalizminin, erməni vəhşiliyinin, erməni milli mədəniyyətimizə ermənilərin vurduğu bir zərbə kimi gələcək nəsillərə çatdıraq və bunun üçün də çalışaq. Biz 2024-cü ildə Yaşıl Dünya naminə həmrəylik keçirdik. Bir il müddətində. Biz həmrəy olduq. Bütün dünya əhalisi, bütün dünya bu Yaşıl Dünya üçün həmrəylik nümayiş etdirdi. Və bu Yaşıl Dünyanın elə bilirəm ki, sizin gördüyünüz bu indiki mənzərə həmin Yaşıl Dünyaya bir zərbədir. Yaşıl dünya bir nöqsandır. Xahiş edərdim ki, biz bunun üçün bir abidə quraq və bu abidədə erməni vandalizmini yada salmaq üçün istifadə edək. Hamımızın bu vəziyyətə düşməyi həqiqətən hamımızı narahat edir. Ona görə hamımız bir nəfər kimi buradayıq. Bu dağlar illərlə bizlərə sipər olub. Bu kənd illərlə erməni qəsbkarlarının hücumuna məruz qalıb. Hər dəfə bu kəndlər yandırılanda sakinlər gəlib bu dağlara sığındılar. Bu dağlar bizim sipərimiz olub. Ən son olaraq 15 may 1992-ci ildə bu kənd yandırılanda bu kəndi qoruyan ordumuz, bu kəndin döyüşçüləri, qəhrəman oğulları bu dağlardan, bu qayalardan bir adım da geri çəkilmədilər və sonunda yenə də kəndi qaytardılar. Bugün çox çətin bir vəziyyətə düşmüşük. Bura bizim tariximizdir, bura bizim keçmişimizdir. Bizim əvvəllər evlərimiz burada olubdur. Bizim dədə-baba torpağımız, dədə-babalarımızdan 150 metr məsafədə olan şəhidlərimizdən bizə əmanət olan bu dağlarımız bu vəziyyətə salınıb. Və araşdırmışıq, Türkiyəli iş adamı İbrahim İpək burada daş karxanası açmaq istəyir. İbrahim İpəklə də onun Azərbaycandakı təmsilçisi ilə də əlaqə saxlamışıq və sonda Prezident aparatının administrasiyasına, Ekologiya Təbii Sərvətlər Nazirliyinə, Dövlət Mineral Xammaldan İstifadə Agentliyinə müraciət edib
məlum oldu ki, həqiqətən bizim bu dağlar Türkiyəli iş adamına daş karxanası açması üçün verilibdir. Bu bizi çox ağrıdır. Biz böyük səbirsizliklə kəndimizə qayıtmaq, kəndimizdə yaşamaq istəyirik. Artıq bir neçə aydır ki, ANAMA işçiləri bu kənddə mina təmizləmə əməliyyatı aparırlar. Biz hər gün bu sevinçli xəbəri gözləyirik ki, bizi kəndimizin təməl qoymasına dəvət edəcəklər. Amma çox təəssüf ki, biz kəndə qayıtmadan bizim tariximizi silmək istəyirlər. Bizim milli mənəvi sərvətlər, təbii sərvətlərimizi məhv eləmək istəyirlər. Cennet yurdu cehenneme çevirme. Görmedin mi dağ başında dumanı? Elin ora kayıtmaktır gümanı. Varsa unutmayın dini imanı. Cennet yurdu cehenneme çevirme. Onsuz da bizlere olan olufdu. Gözlerimiz kanlı yaşla dolufdu. Bağban eken bağlarımız solupdu. Cennet yurdu cehenneme çevirmen. Kangal olup könüllerde bitmeyin. Ele edin, yaddaşlardan itmeyin. Ahirete şeytan donda gitmeyin. Cennet yurdu cehenneme çevirmen. Yad eleyin torpaqları alanı. İnsan olup dayandırın talanı. Qəhrəmanam, dedim size olanı. Cennet yurdu cehenneme çevirmen.